Süjetimizə subay şəxs övladığa uşaq götürə bilərmi? Maraqlı sualdır. Bu adam evli deyil, ailəli deyil, evlənmək fikri də yoxdur hələ ki. Amma övlad sahibi olmaq istəyir ki, bir uşaq olsun, onu saxlasın. Ona qanun bu icazəni verir, verirsə hansı şərtlər daxilində. Maraqlı, bununla bağlı bir çox insanlar da maraqlanırlar, soruşurlar ki, biz götürə bilərik övladığa uşaq. Əslində biz müvafiq qurumdan müraciət elədik. Onlar bizə dedi ki, bizə belə müraciətlər olur. Biz də elə bu müraciətləri nəzərə alaraq bu barədə ortaya çıxan suallara cavab axtardıq. Ümumiyyətlə, subay adam niyə uşaq saxlasın, özün elə bir saxlasın? Götürdüyü uşaqla yaş fərqi 18 yaşdan az olmamalıdır. Uşaq böyütmək üçün 2 nəfərə ehtiyac varmı? Cəmiyyətin uzun illər boyu formalaşmış qəliblərinə baxmayaraq, subay şəxslərin övladlığa uşaq götürməsi həm hüquqi, həm də sosial kontekstdə müzakirə mövzusudur. Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Samir Hüseynov bildirir ki, bu qərar bir neçə əsas meyar əsasında verilir. Subay şəxslər tərəfindən övladlığa götürmə zamanı yaş tələbi, minimum 30 yaş tələbi var. Həmçinin də orada ögey ata, ögey ana tərəfindən, həmçinin qohumlar tərəfindən övladlığa götürmə istisna olmaqla, digər övladlığa götürmə hallarında götürdüyü uşaqla yaş fərqi 18 yaşdan az olmamalıdır. Övladlığa götürmə prosesi zamanı namizədin sağlamlığı və maddi imkanları da əsas tələblər kimi qiymətləndirilir. Ailədə yaşayan hər bir şəxs üçün, həmçinin övladlığa götürülən uşaq da nəzərə alınmaqla minimum 285 manat müəyyən edilmişdir. Övladlığa götürmək üçün müraciət etmiş şəxslər burada tibbi müayinədən keçir, burada psixiatr rəyi də əlavə olunur. Onların infeksion xəstəliklərinin olub-olmaması, vərəm xəstəliklərinin olub-olmaması, narkotik maddə və taksimaniya asılılığının, dərman asılılığının olub-olmaması halları hamısı müəyyən edilir və yoxlanılır. Bəs cəmiyyət subay şəxslərin övladlığa uşaq götürməsinə necə yanaşır? Deyirəm ki, yaxşıdır, amma normaldır. Minimum ev olmalıdır, pul olmalıdır ki, o uşaq belə bir sıxmasın, yetim kimi qalmasın da. Əgər həqiqətən də onun məsuliyyətini öz üzərinə götürməyi bacarırsa, niyə də yox? Məncə humanist olmalı, bütün insanların fikirlərinə azaddırlar, nə istəyirlər, düşünə bilərlər. Ümumiyyətlə, subay adam niyə uşaq saxlasın, özün elə bir saxlasın, ailə qursun, uşaqdan qabaq ailə qurmağı fikirləşməlidir. Kimliyini açıqlamaq istəməyən və ailə həyatı qurmayan 35 yaşlı qadın bütün rəsmi prosedurları tamamlayaraq və ictimai qanaqlara baxmayaraq övladlığa uşaq götürüb. Proseslə bağlı şəxsi düşüncələrini isə bizimlə bölüşüb. Mən ailəli deyiləm, subayam. Dəfələrlə uşaq evinə gedib gəlirdim, tez-tez uşaqlara baş çəkirdim. Sonra qərara gəldim ki, niyə də bir uşaq evladlığa götürməyim. Rəsmi olaraq müraciət elədim. Düzdür, arxamda çox sözlər deyildi, çox məsələlər deyildi ki, lazım deyil, niyə ailə qurmursan, öz uşağın olsun. O qədər analar, atalar var ki, heç öz uşaqlarına baxmırlar, atırlar, heç onlara heç bir qayğı, sevgi göstərmirlər. Uşaqlar övladlığa verildikdən sonra uşağın psixoloji vəziyyəti, təhsil və sosial uyğunlaşmasına nəzarət üçün müvafiq qurum tərəfindən 18 yaşına qədər müntəzəm monitorinqlər aparılır. Bu günə qədər 1648 övladlığa götürmə ilə bağlı müraciət daxil olub. Onlardan 368-i tək valideynlər tərəfindən övladlığa götürmə olub və 317-si isə tək ana tərəfindən övladlığa götürmədir, 51-i tək ata tərəfindən övladlığa götürmə üçün müraciətdir. Övladlığa götürmə prosesi yalnız hüquqi və maddi aspektlərlə məhdudlaşmır, həm də sosial dəstək tələb edir. Buna görə də cəmiyyət evli və ya ailəli olmağın analıq və valideynlik üçün yeganə göstərici olmadığına diqqət yetirməli, uşaq rifahının əsas məqsəd olduğunu başa düşməlidir. Bəzən ola bilir ki, məsələn, düşünmürəm, ya səhhəti ilə bağlı, məsələn, xanımlarda ola bilir ki, mən deyəcəksən ki, mənimlə evlən. Axı, biz hələ o qədər, bizdə o məsələ adiləşməyib. Ola bilər ki, ailə həyatı qurmayıb, yaxşı da imkanı var, istəyir ki, kiməsə qalsın, yəni uşaq olmur da, daha uşaq olmaya imkanı da yoxdur, yaş da o yaş deyil, müəyyən o şeylər var. Əgər buna nəzarət olunursa, sonrasında belə mən ümumiyyətlə istər ailəli şəxslər uşaq verilsin, istər subay şəxslər uşaq verilsin, onlara sonrasında da bir nəzarət mexanizmi olmasının tərəfdarıyam. Vaxtaşırı heç olmasa maraqlansınlar görək o uşaq orada. Bilmirəm indi o prosesi hal-hazırda gedirlərmi, yoxlayırlarmı, baxırlarmı. Bir nəzər olsun onların üstə. Çünki normal özün dünyaya gətirdiyin uşağa şiddət göstərənlər var.
O şey qaldı. Başlarına nələr gəlir. Özününki Ona görə olmayan. də bu məsələdə Maraqlı məsələdir var əslində. yerə yaxşı evladlığa uşaq götürüb belə özü dünyaya gətirmişdən də artıq baxan insanlar var, ailələr var. Bəli. Onlara mənim bir sözüm yoxdur. Amma ümumi içimdəki narahatlığı dilə gətirirəm ki, kim götürürsə götürsün o uşağı. Hər halda onlar da belə gələn kimi salam əleykum salam, bu uşaq bu da səni apar get demirlər. Adamın psixoloji vəziyyəti, eyni zamanda Ki, çox tibbi önəmlidir. arayış və digər maddi vəziyyəti ki, bu uşağı saxlaya biləcək, bilməyəcək, bütün bunlarla bağlı bəlli sənədlər tələb olunur. Belə, maraqlı O süjet uşaqlara idi. da ailə lazımdır, ailə istiliyi lazımdır, sevgi lazımdır, qayğı lazımdır. Hamısı Əlbəttə. bizim balalarımızdır. Allah onları dünyaya gətirənlərin könlünə insaf versin, valla. Uşağı dünyaya gətirəndə fikirləşmək lazımdır. Aparırlar, dövlət baxır, amma sən baxa bilməyəcəksənsə, niyə dünyaya gətirirsən? Nəyin cəzasını çəkir o uşaq? Öz ailəndə bəzən görürsən ki, birini tumarlayırsan, oxşayırsan, o birisi qısqanır. Hələ də bu qədər sevgi yoxluğunda niyə böyüsün o uşaqlar? Vallahi.